Bildiyiniz kimi bu yaxında YouTube hesabım bağlandı. Orada yayınladığım videolara görə şikayət olunmuşam. ASTV-dən kadrlar idi əksəriyyəti. Yəni şikayət olunan videolar. Deməli, biri İlham Əliyevin Köroğlu'nun heykelinin açılışında olan çıxışından hardasa 45 saniye, 30 saniyelik bir ifadeləri idi. Orada səsləndirdiyi çıxışdan qısa sözləri idi. Digəri də Leyla Əliyevanın atası haqqında "Mənim atam güclüdür" adlı video idi. Bu videoları əsasən müəllif hüququnu pozduğuma görə şikayət olunmuşam və bunun səbəbində də YouTube hesabım qapatıldı. Fake, yəni saxta adlardır. Amma eyni yerdən olduğu dəqiq və məlumdur. Nədən bilirəm bunu? Çünki 3 ad orada var idi. Hal-hazırda deyəsən onları görmək olur məncə. Bir dəqiqə yoxlayım istəyirsiniz. 3 ad var idi. Üçü də Kiril əlifbası ilə yazılmış adlar idi. Deməli, Quliyeva Ofeliya, Xəzər İnfo Agentliyi və İmran Mamedov. Üçü də deməli Kiril əlifbası ilə yazılan adlardır. Buradan belə qənaəti gəlmək olar ki, eyni yerdən bir növ şikayət olunmuş və ya nə bilim eyni məqsəd güdən şeydir. Yəni məqsədli olaraq ard-arda hardasa 2-3 həftə ərzində mənə bildirişlər gəlirdi e-maila ki, sənin videoların müəllif hüququnu pozmuşsa. Valla YouTube'da 100 minlərlə bəlkə də ASTV-dən, nə bilim, digər Azərbaycan kanallarından olan videolar, kadrlar yerləşdirilir və heç bir müəllif hüququ anlayışından söhbət getmir. Amma nədənsə mənim kanalım buna məruz qaldı, yəni bu şikayətlər əsasında qapatılmağa məruz qaldı. Bunun da açıq səbəbi ondan ibarətdir ki, mənim YouTube kanalım Azərbaycanda, bəlkə də Qafqazda dəqiq bilmirəm, amma Azərbaycanda ən çox izlənən kanal, 28 milyondan çox izləyicisi var idi və ən çox subscribe, abunə olunan kanal idi. Hardasa 56 mindən çox abunəsi var idi kanalın. Əksər videoların əksəriyyəti də Azərbaycan kanallarından olan kadrlar idi. Yəni 1 saat, 2 saatlıq kadrlar deyildi. Çox cüzi miqdarda, yəni hardasa 1 dəqiqəlik, nə bilim, ən çox 5-6 dəqiqəlik videolar idi. Və təbii ki, Azərbaycan ictimai-siyasi həyatında baş verən hadisələrlə əlaqədar videolar yerləşdirilmişdi və bir də daha çox arxiv materiallar idi. Yadımdadır, kanalda parlament seçkiləri ilə əlaqədar olan debatlar təşkil olunurdu ictimai kanalda. Oradan olan maraqlı epizodlar, videolar yerləşdirilmişdi və bir də 90-cı illərə aid müəyyən videolar var idi ki, onlar yerləşdirilmişdi. Belə tərif kimi çıxmasın, amma sosial şəbəkələrdə olan dostlar, yəni kanalımı tanıyan dostların əksəriyyəti elə deyirdi ki, sənin kanalın Azərbaycanın qızıl fondu, video fondu deyil, adlandırırdılar dırnaq içində. Təəssüf ki, belə baş verdi. Yəni Azərbaycan hakimiyyəti və onu təmsil edən insanlar öz kanallarında yayımladıqları kadrlardan belə çəkinirlər, qorxurlar. İlham Əliyevin dediyi və ya nə bilim buraxdığı quşlardan belə qorxurlar ki, bu cür addımlara əl atırlar. Yəni bunun başqa açıqlaması yoxdur. Düzü, mən təsəvvürümü gətirməzdim ki,
Azərbaycanla əlaqədar videolar yükləyəcəm YouTube-a və o YouTube kanalım bağlanacaq. Çünki mən hardasa 10 ildən çoxdur bu işlə məşğulam. Reper deyirlər də buna, yəni bu internet məkanında kanal, hər hansı bir kanallardan videoların qeyd olunması, rusca daha məşhurdur bu şey, zaps, yəni qeyd olunması və onun YouTube akkauntuna yüklənməsi. Bununla illərdir məşğul olam. Sırf bu siyasi ictimai fəaliyyətimlə əlaqədar deyil. Mənim həm də şəxsi saytlarım var, film və serial saytları, onlarla məşğulam. Onların qapadıldığı bilirdim. Çünki niyə? Bu filmdir. Filmlərin və ya serialların müəlliflik hüququ var. Bunun sayəsində YouTube çox həssas və diqqətli davranır. Amma Azərbaycan kanallarında hələ filmlərin yox. Məlumdur ki, YouTube-da sağ olsun bir dostumuz var, Vüsal adında. Deməli, Azərbaycan filmlərinin fondunu, yəni o qızıl fondunu yaradıb da. Deməli, bütün elə bir Azərbaycan film yoxdur ki, orada onun kanalında yayınlanmasın. Yəni, sağ olsun, çox böyük zəhmət, əmək sərf edib. Yəni, bağlanmır və heç istəmərəm də bağlansın. Baxmayaraq ki, belə çıxmasın, konkurensiya yaranırdı. Yəni, o da ən çox izlənən kanallardan biridir. İlk 10 siyahıya girmiş dostlarımızdandır. Amma bağlanmır, heç bağlanmağını da istəmərəm. Bunu nəzərə alaraq mən düzü arxivi saxlamamışam. Düzdür, bir neçə dəfə kompüter dəyişmişəm, bəziləri itib, batıb gedib. 500-dən 600-ə yaxın məndə video var idi. Hamısının arxivini yox, saxlamamışam, təəssüflər olsun ki, bir neçə videolar filan var. O da evdəki kompüterdədir, ofisdəki kompüterdə də bir neçəsi var. Yəni, bu 600-ün yanında bəlkə də 100 eləməz, 50 də eləməz. Təəssüf ki, kanal bağlıdır hal-hazırda. Müəyyən prosedur var, e-mail filan, yəni etiraz məktubu filan yazsam bəlkə də kanal geri gələr, amma ümidim çox azdır. Ona görə yeni kanal artıq yaratmışam. Orada bir neçə video yerləşdirmişəm. Yəni, fəaliyyət davam edir. Yəni, bundan sonra da nə hər hansı bir kanal, hər hansı bir, necə deyirlər, video əlimə keçsə, kanaldan kadrlar əlimə keçsə, təbii ki, həmin YouTube kanalıma yerləşdirəcəyəm. O da bağlansa, yenə yenisini açacağıq. Yəni, bizim üçün problem yoxdur. Əsas odur ki, Azərbaycan xalqı pisi yaxşıdan ayırmağı bacarsın da. Yəni, bu videoların sayəsində mən əminəm ki, həqiqətən də çox böyük elektorat izləyirdi. Elə insanlar vardı, mənə deyirdilər ki, biz Azərbaycan kanallarına baxmırıq, ancaq sırf sənin YouTube kanalından, nə bilim, ASTV-ni, lideri, digər kanalları izləyirik. Həqiqətən də belə idi. Ona görə də mən bu fəaliyyətini davam etdirəcəm, amma bu, necə deyərlər, bu şeyin çarəsini də tapmışam. Bilirəm ki, kanalımı daha bağlaya bilməyəcəklər. Amma bağlasalar da yenə də heç bir geri addım atmaq fikrində deyiləm və təbii ki, biraz üzüntü var ki, heyif ki, o qədər video silindi, getdi, o qədər baxış sayı filan. Bu təəssüf hissi var, amma ki, bu təkcə mənim üzüntüm deyil. Bütün ümid edirəm ki, hətta hakimiyyətə yaxın olan insanlar da üzüldülər ki, orada olan videolar maraqlı, biraz sarkazm, biraz nə bilim, belə satirik videolar var idi, silindik. Belə.